Deməli sizə suallar verəcəm. Qalib olanı sonda mükafat gözləyir. Hazırsınız? Birinci atadan başlayaq. Həftənin neçə günü var? Həftənin 7 günü var. İndi Raula verəcəm sual. Səfəvilər dövləti nə vaxt yaranıb? Ne? Ne? 956. Səhvdir. Bir ildə neçə ay var? Bir ildə 12 ay var. Atomun tərkibinə daxil olan hissəciklərin adlarını deyə bilərsən? Hələ ki ata irəlidədir. 2-0. Hələk. Svetoforun rəngləri. Ataya veririk sualı. Qırmızı, sarı, yaşıl. Gülüstan müqaviləsi nə vaxt yaranıb? Ne? Gülüstan- müqaviləsi? Gülüstan müqaviləsi nə vaxt yaranıb? Çoktan. Neçənci ildə? 1890. 3-0. Qızdırmanı hansı cihazla ölçürük? Termometr. Düzdür. Yes. Raul atom bombasını ilk dəfə kim kəşf edib? Amerika. Kim? Adam. Trump. Aha, 4-0. 4-0. Ata hamısına cavab verdi, sən heç birini bilmədin. Ata qalibdir. İşte. Galip. Yes. Yes. Səncə oyun ədalətli keçirildi? Yok. Niyə? Maraqlı olsun diye.